Salam. Bugün çox həssas bir mövzuya toxunacağıq. Münasibətlərdə güvən. O güvən sarsılanda nə olur? Həqiqətən də çətin mövzudur. Təsəvvür edin, partnyorunuzun keçmişinə aid, sizin münasibətinizdən əvvəlki dövrə aid şübhəli yazışmalar tapırsınız. Bəs indi? Sevgi qalır, amma o qırmızı xətlərdə var axı. Nə etməli? Baxın, burada əsas məsələ təkcə o keçmiş deyil, yəni nə olubsa olub keçmişdə. Bəli. Əsas odur ki, bunun bugünkü münasibətə təsiri nədir və gələcəkdə nə gözləmək olar? Güvən təməldirsə, o laxlayanda, necə deyim, hər şey sual altına düşür. Konkret bir misal var əlimizdəki materialda. Biri deməli partnyorunun telefonunda yazışmalar tapır. Münasibətləri başlamazdan biraz əvvələ aiddir. Hə, Özdə evli bir kişi ilə və çox səmimi yazışmalar. Partnyorun reaksiyası. Əvvəlcə panika, sonra mövzunu dəyişir, sonra da, necə deyim, o yazışmaları silir. Bu reaksiya özü nə deyir bizə? Heç nə etiraf etməsə belə. bu, yəni dərhal şübhə yaradır əlbəttə. Sübutların yox edilməsi, açıq etiraf olmasa da elə bir ki, birbaşa göstərir ki, hə, gizlədiləsin nəsə var. Düzdür, materialda belə bir fikir var ki, həqiqətin gec deyilməsi, ya əskik deyilməsi, ya da ümumiyyətlə deyilməməsi, bunların hamısı elə yalan kimidir. Yəni susmaq da yalan sayılır bu kontekstdə. Bəli, bəli. Və bir də vurğulanır ki, çox vaxt peşmançılıq səhvin özünə görə olmur, adam yaxalandığına görə peşman olur. Bu çox maraqlı məqamdır və buradan da qırmızı xətlər məsələsinə gəlirik. İddia olunur ki, xüsusilə kişilər üçün xəyanət ən böyük qırmızı xəttdir, bağışlanmamalıdır. Bu çox kəskin səslənir, elə deyil. Kəskindir, bəli. Amma mövqe belədir ki, hər kəsin, amma xüsusilə də kişilərin münasibətə başlamazdan əvvəl öz sərhədləri olmalıdır. Və xəyanət bu sərhədlərin, necə deyim, ən əsasıdır. Yəni toxunulmazıdır. Məhz. Və belə düşünülür ki, sən bu xətti keçəni bağışlasan, qarşı tərəf sənə olan hörmətini itirə bilər. O son bir şans məsələsi var ha. Hə, o çox yayılıb. Ona da ehtiyatla yanaşılır. Çünki deyilirsə, bu çox vaxt elə təkrarlanan səhvlərə yol açır, başqa bir şeyə yox. Başqa bir anlayış da var, biraz bəlkə də mübahisəli səslənə bilər, alfa-dul anlayışı. Yəni, əgər qadının keçmişində daha belə dominant, cazibədar, yəni alfa kimi təsvir edilən biri olubsa, bunun indiki münasibətə təsiri necə izah olunur? Buradakı arqument odur ki, belə bir keçmiş təcrübə indiki partnyorun özünü, necə deyim, müqayisədə zəif hiss etməsinə gətirib çıxara bilər. İkinci planda qalmış kimi. Başa düşdüm. Və bu, münasibətdəki o güc balansını pozur, kişinin özünə inamını sarsıda bilər. Buna çox ciddi bir qırmızı bayraq kimi baxılır, yəni təhlükə siqnalı. Bütün bunlar məntiqlidir bəlkə də, amma işin içinə o sevgi hissi girəndə, axı insan sevdiyini daha asan bağışlayır. Bu hisslərlə nə etməli, necə davranmaq tövsiyə olunur? Bax, bu nöqtədə mövqe çox aydındır, çox kəskin. Deyilir ki, qərarlar hisslərə görə yox, dəyərlərə, prinsiplərə görə verilməlidir. Özünə hörmət edən insan bəzi fundamental sərhədlərin pozulmasına göz yummamalıdır. Amma çətindir axı. Əlbəttə çətindir, amma əsas sual budur. Hətta bağışladın deyək, bəs sonra? İçindəki o şübhə, o narahatlıq tam yox olacaq. O adama əvvəlki kimi tam güvənə biləcəksən. Cavab deyildiyinə görə çox vaxt xeyir olur və insanın özünü aldatmaması məsləhət görülür. Həmçinin qadın və kişi xəyanətinin fərqli motivasiyaları olması, hətta qadınların seçim prosesində bir neçə namizədi eyni anda dəyərləndirməsi kimi fikirlər də var. O, reyondakı tərəvəzlər bənzətməsi kimi. Bəli, belə bir iddia da var. Deyilir ki, qadın xəyanəti daha çox emosional tərəflə bağlı ola bilər, daha mürəkkəbdir yəni. Və o seçim məsələsi... Hə, o maraqlıdır. Qadınların bir neçə variantı nəzərdən keçirməsi təbii proses kimi təqdim edilsə də, vurğulanır ki, bu əsl sevgi və bağlılığa əsaslanan o eksklüziv münasibət deyil. Yəni, sən sadəcə seçiləcək variantlardan biri olursan o vəziyyətdə. Deməli, ümumiləşdirsək, qarşılaşdığımız dilemma əslində sevgi ilə özünə hörmət arasında qalmaqdır. Hisslər bir tərəfdə, prinsiplər o biri tərəfdə. Və təqdim olunan baxış bucağı çox qətidir. Öz dəyərlərini, sərhədlərini qoru. Çünki xəyanət kimi fundamental bir məsələdə güzəştə getmək uzun tavanda özünə hörmətsizlik kimi qiymətləndirilir. Tamamilə. Və sonda bəlkə də hər kəsin özü üçün düşünməli olduğu bir sual,
Əgər münasibətinizdə sizin üçün o toxunulmaz qırmızı xətlər keçilibsə, siz həqiqətən nəyi bağışlayırsınız? Və bu bağışlamağın gələcəkdə sizə, münasibətinizə təsiri nə olacaq? Yəni, sizin üçün o sərhədlər nə qədər əhəmiyyətlidir? Bunu düşünməyə dəyər.